إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد فإن أصدق الكلام كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها فإن كل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار وبعد. Əziz müsəlmanlar, ən birinci özümü və sizləri Allahdan qorxmağa, təqvalı olmağa çağırıram. Təqvalı olmaq qəlblər üçün bir nurdur. Təqvalı olmaq qəlblərin xilasıdır. Allah Azza və Cəllə əvvəlincilərə və axırıncılara tövsiyəsi Allah Azza və Cəllədən qorxmaqdır. Əziz müsəlmanlar, müsəlmanın ən diqqət etməsi gərəkən, ən çox qorunması gərəkən onun öz qəlbidir. Qəlbinə diqqət etməsi, qəlbinin sərtlikdən qorumasıdır və qəlbin ən böyük xəstəliyi, ən böyük bəlası qəlbin sərtləşməsidir. Bəzən baxırsan ki, insanın cismi, bədəni ən sağlam şəkildədir. Lakin bu xəstəlik elə bir xəstəlikdir ki, heç bir həkimin, heç bir təbibin seçə bilməyəcəyi, heç bir cihazların ayrıt edə bilməyəcəyi bir xəstəlikdir. Qəlblərin sərtləşməsi. Və bu qəlblərin sərtləşməsi insan üçün təhlükədir. İnsanı Allah Azza və Cəllədən uzaqlaşdırması deməkdir. Qəlblərin sərtləşməsi qəlbin ölməsinə gətirib çıxarır. Ölü qəlbin sahibi də diri olsa da ona axirətdə fayda verməyəcək. Əziz müsəlmanlar, qəlblərin sərtləşməsi nə ilə olur? Qəlbin sərtləşməsinin əlamətləri var. İnsan o əlamətləri bilməsi lazımdır ki, o əlamətlərlə özünü qorusun. Və bu əlamətlərdən öncə onu qeyd edək ki, sələflər ən çox qəlbin sərtliyindən qorxardılar. Qəlblərinə diqqət edərdilər. İbn Məsud radiyallahu anh buyurur ki, mümin o insandır ki, mümin öz günahlarını sanki bir dağın altında oturub, dağ onun üzərinə düşəcək kimi görür. Etdiyi bir günahı necə görür mümin? Sanki bir dağın altında oturub, o dağ onun üzərinə düşəcək şəkildə qorxur. Münafiq isə günahlarını sanki burnuna bir milçək qonmuş kimi görür. Subhanallah, insan birinci günahlarını böyük görməlidir, qorxmalıdır. Çünki hər bir günahın, əziz müsəlmanlar, insanın qəlbində yeri var, insanın qəlbində təsiri var. Heç zaman zənn etmə ki, etdiyin günah gəldi keçdi, günahı etdin, o gəldi keçdi. Etdiyin, hər bir söylədiyin, hər yalan kəlmə qəlbdə bir iz buraxır. Danışdığın hər batil kəlmə qəlbində bir iz buraxır. Yediyin hər haram loxma qəlbində bir iz buraxır və qəlb bu şəkildə qaralır. Necə ki, Hüzeyfə radiyallahu anh buyurur ki, qəlblərə hər günahda bir nöqtə düşər, qara bir nöqtə düşər. İnsan tövbə etmədikcə o qara nöqtələr böyüyər, sonra isə qəlb sərtləşər, qəlb bərkiyər, artıq qəlbə heç nəyin faydası olmaz. Heç bir şey ona fayda verməz. İnsan qəlbinin o hala düşməkdən qorumalıdır. Və qəlblərin sərtləşməsinin əlamətlərindən ən birincisi, əziz müsəlmanlar, insanın Allah Azza və Cəllənin zikrindən uzaq düşməsidir. Allah Azza və Cəllənin zikrindən üz döndərməsidir. Burada təkcə zikir dedikdə Subhanallah, Elhamdülillah demək deyil.
namazdan, ibadətdən, Allah Azza və Cəlləni xatırlamaqdan, tövbədən, istiğfardan, gözəl kəlmələr söyləməkdən, bunlardan uzaq olmasıdır. Bunlar hamısı qəlbin sərtliyinə təsir edən amillərdir. Və insan, əziz müsəlmanlar, qəlbinin sərtləşdirən səbəbləri bilməlidir ki, qəlbinin sərtliyi olan bu səbəblərdən özünü qoruya bilsin. Həmçinin, əziz müsəlmanlar, qəlbi sərtləşdirən səbəblərdən biri də insanın Qur'an-ı Kərimi hicr etməsidir, Qur'an-ı Kərimi tərk etməsidir. Allah Azza və Cəllə o kitabı bizə nazil edib ki, oxuyaq, qəlblərimiz yumşalsın. Allahu nəzzələ əhsənəl hədisi kitəbən mütəşəbihəm məsəniyə təqşəirru minhu culudullezine yəğşəvnə rabbahum thumma telinu culuduhum və qulubuhum ilə zikrillah. Allah Azza və Cəllə buyurur ki, Allah bu ən gözəl sözü, yəni Qur'an-ı Kərimi nazil etdi. Kitabən, kitab halında, mütəşabih ayələri olan halda və məsəni Allah Azza və Cəllə ən gözəl sözləri əhatə edən bir kitabı nazil etdi. Nə deyir? Təqşəirru minhu culudullezine yəğşəvnə rabbahum. Rəblərindən qorxanların dəriləri titrəyir. O Qur'anı eşitdikdə dəriləri titrəyir. Sümmə təlinu culuduhum və qulubuhum ilə zikrillah. Sonra isə dəriləri də, qəlbləri də Allahın zikri üçün yumşalır. Qur'an budur. Qur'an insanın qəlbini yumşaltmaq üçündür. Qur'an evdə rəfə qoymaq üçün olan bir kitab deyil. Qur'an telefonunda yükləyib orada durması üçün deyil. Yaxud da mücərrəd ləfslərini tələffüz etmək üçün olan bir kitab deyil. Qur'an o kitabdır ki, onu oxuyasan, tədəbbür edəsən, o Qur'an sənin qəlbinə daxil ola. O Qur'an sənin əməllərinə sirayət edə. Əgər olmazsa, o Qur'anın sənə bir faydası yoxdur. Yəni evində bir mushafı saxlamağın sənə hansı faydası olar? Yaxud telefonunda mushaf proqramını yükləməyin sənə nə faydası olacaqdır? Sənə fayda verən, oxuyub, tədəbbür etdiyin ayələrdir. Əfələ yətəbbərunəl Qur'anə əm alə qulubin əqfəluhə. Allah Azza və Cəllə buyurur ki, onlar Qur'anı tədəbbür etməzlərmi? Yoxsa qəlblərində qıfıl mı var, kilit mi var? Deməli, oxuyub tədəbbür etməyən insanların qəlbini Allah Azza və Cəllə nə adlandırır? Qəlblərinə kilit vurulmuş insanlar adlandırır. Əgər oxumağı bilmirsənsə, bunun üçün səy göstər, bunun üçün çalış, Allahın kəlamını oxumağı öyrən. Əziz müsəlmanlar, həmçinin Allah Azza və Cəllənin bilmək lazımdır ki, qəlbləri sərtləşdirən əlamətlərdən biri də insanın günahlarda israrlı olmasıdır, günahlarda davamlı olmasıdır. Günahlar qəlbi qaraldır. Günahları etdikcə, günahlardan tövbə etmədikcə qəlblər qaralır və etdiyin hər bir əməl, hər bir günah bil ki, qəlbini qaraldır. Ələm yəni lillezine əmənu ən təxşə qulubuhum li zikrillah. Allah Azza və Cəllə buyurur ki, iman gətirənlərin qəlbləri Allahın zikri üçün yumşalmaq vaxtı gəlib çatmadı mı? Yəni, qəlb nə zaman yumşalır? Onun vaxtı gəlib çatmadı mı? Allah Azza və Cəlləni zikr etdiyi zaman, günahları tərk etdiyi zaman, tövbənin vaxtı gəlib çatmadı mı? Haramları tərk etməyin vaxtı gəlib çatmadı mı? Haram baxışları tərk etməyin vaxtı gəlib çatmadı mı? Haram kəlmələri tərk etməyin vaxtı gəlib çatmadı mı? İnsan bunun üçün bilməlidir ki, etdiyi hər bir xırda günah, hər bir balaca bir əməl, yanlış etdiyi hər bir əməl qeydə alınır. Onun sağında və solunda yazan mələklər onu qeydə alır. Qiyamət günü onun hesabını verəcək. Ona görə də sələflər nə deyərdi? Günahın kiçikliyinə baxma, günahı kimə qarşı edirsən, onun böyüklüyünə bax. Həmçinin, əziz müsəlmanlar, qəlbi sərtləşdirən səbəblərdən biri də pis yoldaşlarla oturub durmaqdır. Pis insanlarla, günahkar insanlarla oturub durmaqdır. O pis insanlar insana təsir edir, insanın qəlbinin sərtləşməsinə səbəb olur. Allah Resulü sallallahu aleyhi və səlləm hədisdə buyurur ki, yaxşı dostla pis dostun misalı ətir satanla körük vuranın, dəmirçinin misalına bənzəyir. Ətir satandan ya ətir alacaqsan, ya sənə ətir hədiyyə edəcək, yaxud da ən azı ondan sənə yaxşı bir iyi gələcək.
körük vuran dəmirçi isə dirsənin ya paltarını yandıracaq, yaxud da ən azından ona sənə pis iyi gələcək. Yaxşı dostla pis dostun misalı budur. İnsan özünə dost seçdikdə iman əhlini, təqva əhlini, xeyir əhlini seçməlidir. O insanlar ki, sənə daimə Rəbbini xatırladır. O insanlar ki, yanlışın olanda yanlışını sənə deyirlər. O insanlar ki, sənin islahın üçün çalışırlar. O insanlar ki, səni günah etməkdən qoymurlar. Günah etdikdə sənə mane olurlar. O insanlar ki, səni nə mal dövlətin üçün, nə şan şöhrətin üçün, nə vəzifə üçün sevmirlər. Onlar səni sırf iman üçün, iman qardaşlığı üçün sevirlər. Çünki onlar bilirlər ki, Allah qatında fayda verən dostluq budur. Əl-əxilləu yevmə izin ba'duhum li ba'din aduvun illəl muttaqin. Allah Azze və Cəllə buyurur ki, o gün dostlar, qiyamət günü, yəni dostlar bir-birinə düşmən olacaqlar. Kimlərin istisnadır? Müttəqilərdən başqa. Bütün dostlar düşmən olacaq, yalnız müttəqilərin dostluğu əbədi qalacaq. Ahirətdə də davam edəcək. Bu dünyada olan o dünya üçün olan, dünya mənfəətləri üçün olan dostluqlar fayda verməyəcək. Sən də o insanları seç ki, sənə həm bu dünyada sənə faydalı olan dostlar olsun. Dünyada fayda versinlər, qəbir həyatında fayda versinlər. Ölüb getdikdən sonra o insanların dualarında unudulmayasan, həmçinin qiyamət günü də sənə faydaları olsun. Amma günahkarlarla oturarsansa, günahkar insanlar sənin neynəyər? Yalnız sənə zərər toxundurur. Onun günahlarını başdan etməsən də, onun etdiyi münkərlərə susmaqla sənin qəlbin sərtləşir, sənin qəlbin daşlaşır və sənin özünün də xəbərin olmur. Əziz müsəlmanlar, mömin, iman əhli bu və digər səbəblərdən özünü qorumağa çalışmalıdır ki, qəlbi sərtləşməsin, qəlbi daşlaşmasın. Çünki qəlb əsasdır. Qəlb bütün bədən üzvlərinin, bədən əzalarının ağasıdır, sultanıdır. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, Ələ innə fil cəsədi mudğətən, İzə saluhət, saluhəl cəsədu kulluhu və izə fəsədət, fəsədəl cəsədu kulluhu, ələ və hiyəl qalb. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, sizə xəbər verim ki, bilin ki, bədəndə bir ət parçası var. O salamat qalarsa, bütün bədən salamat qalar. O pozularsa, bütün bədən pozular. Və bilin ki, o qəlbdir. Ona görə insan qəlbini fəsad edən, qəlbini pozan hər bir şeydən özünü qorumalıdır. Aqulu həzəl qavl və əstəğfirullah li və ləkum min kulli zəmb fəstəğfiruh, innəhu huvəl qafurur rahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Vardallahumma an hulafa'ir raşidin. Ebu Bekir ve Ömer ve Osman ve Ali ve an sair ashabihi ecma'in. Ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Ve ba'd. Əziz müsəlmanlar, İnsan zənn etməsin ki, əgər onun qəlbi günahlar səbəbilə daşlaşıbsa, artıq bundan dönüşü yoxdur. Bəzi insanlar elə zənn edir ki, mən artıq neçə illərdir günah edirəm, artıq mənim üçün, hər şey üçün gecdir. Yəni elə zənn edir ki, bu artıq ölənə qədər də günahlara davam etməlidir. Xeyr, belə deyil. Allah Azze və Cəllə tövbə qapısını açıbdır. O qapı ki, insanın ruhu bədəndən çıxana qədər onun üçün açıqdır. Rəbbinə dön. Allah Azze və Cəllədən bağışlanma edilə. Etdiyin günahlar üçün Allahdan istiğfar eylə. Allah Resulü sallallahu aleyhi və səlləm yaradılmışların ən üstünü, Allah hansı ki Allah Azze və Cəllə onun keçmiş və gələcək günahlarını bağışlamışdır. Deyir ki, Allaha and olsun ki, mən bir gün və gecə ərzində 100 dəfə Allah Azze və Cəlləyə tövbə edib ondan bağışlanma diləyirəm. Subhanallah, Resulullah sallallahu aleyhi və səlləmin halı bu idisə, bizim halımız necə olmalıdır? Qəlbi yumşaldan, qəlbi sərtlikdən qoruyan ən başlıca səbəblərdən, qəlbin müalicəsi üçün ən başlıca səbəb Allah Azze və Cəlləyə tövbə etməkdir. Ya eyyuhəl-ləzīnə əmənu, tubu ilallahi tövbətən nasuhə. Ey iman gətirənlər, Allaha nasuh, sadiq bir tövbə ilə tövbə edin. O tövbə mücərrəd, Allahım məni bağışla, əstəğfurullah, mücərrəd dildə olan kəlmə olmamalıdır. İnsan bu kəlməni dərk edərək, tövbənin şərtlərini bilərək,
tövbənin şərtlərini yerinə yetirərək tövbə etməsi lazımdır. Günahına peşman olmalıdır. Bir daha o günahlara qayıtmamağa əzmkarlıq göstərməlidir. Tövbəyə tələsməlidir. İnsan haqqı ilə, Adəm övladının haqqı ilə bağlıdırsa, həmən o haqları sahiblərinə qaytarmalıdır. Və bu şəkildə tövbə edərsə, Allah Azze və Cəllə onu bağışlayar. Qul ya ibadiyəl-ləzīnə əsrafu alə anfusihim, lə təqnatu min rəhmətilləh, İnnəllaha yəğfiruz-zunubə cəmiə. De ki, ey öz nəfslərinə zülm edən qullarım, Allahın rəhmətindən ümidinizi üzməyin. Həqiqətən Allah bütün günahları bağışlayandır. Sən bil ki, sənin Rəbbin, sən nə qədər böyük günah işləsən də, nə qədər çox günah işləsən də, bil ki, sənin Rəbbinin rəhməti sənin günahlarından daha çoxdur, daha böyükdür. Və rəhməti vəsiyyət kullə şey. Allah Azze və Cəllə buyurur ki, rəhmətim hər bir şeyi əhatə etmişdir. Allahın rəhməti hər bir şeydən daha böyükdür. Ona görə heç zaman Allahın rəhmətindən ümidini üzmə. Əksinə, günahından tövbəyə tələs. Həmçinin əziz müsəlmanlar, qəlbi müalicə edən, yumşaldan səbəblərdən biri xütbəmizin əvvəlində dediyimiz kimi Quran-ı Kərimi oxumaqdır, Quranın tilavətidir. Allah Azze və Cəllənin bu kəlamını daima oxuyub, qəlbinin yumşalması üçün çalış. Allah Azze və Cəllənin kəlamını oxu. Sələflər o kitaba mücərrəd bir kitab kimi baxmayırdılar. Onlar Allahın bir məktubu, Allahın göndərdiyi ilahi bir məktub kimi oxuyurdular onu. Və oxuduğun zaman hər ayədə dayan. Cəhənnəm ayələrini oxuduğun zaman sanki ora düşəcək kimi qorx. Cənnət ayələrini oxuduğun zaman onu ümid edəcək şəkildə, istəyəcək şəkildə onu oxu. Əhkamları oxuyanda bil ki, bu sənə aiddir. Çünki bəzi insanlara bu şeylərin qəlbin sərtliyindən bu şeylər fayda vermir. Quran oxuyur, qəlbinə təsiri yoxdur. Hədis oxuyur, əməl etmir. Moizə edirsən, başqasına şamil edir. Deyir ki, bu mənə aid deyil. Heç nəyi öz üzərinə götürmür. Belə insanın qəlbi necə yumşalsın? Sən hər bir şeyi öz üzərinə tətbiq etməyə çalış. Allahın əmrlərini öz üzərində düşün. Allahın yasaqlarını sənin əməl etmən lazımdır. Onları oxuduğun zaman, bəli, bu xitab mənədir de. Həmçinin əziz müsəlmanlar, Allah Azze və Cəllənin zikrini çoxaltmaq, Allah Azze və Cəlləni çoxlu zikr etmək. وَالذَّاكِرِينَ اللّٰهِ كَثِيرًا وَالذَّاكِرَاتِ اَعَدَّ اللّٰهُ لَهُمْ مَغْفِرَةً وَأَجْرًا عَظِيمًا. Allah Azze və Cəllə buyurur ki, Allahı çoxlu zikr edən kişilər və qadınlar, Allah onlar üçün bağışlanmaq və çox böyük bir savab hazırlamışdır. Həmçinin başqa ayədə Allah Azze və Cəllə buyurur ki, Ələ bi zikrillahi tatmainnul qulub. Bilin ki, qəlblər Allahın zikri ilə rahatlıq tapar. Qəlbinin rahatlanmağını istəyirsənmi? O zaman Allah Azze və Cəlləni zikr et. Heç zaman daima dilin Allah Azze və Cəlləni zikr etməkdən yaş qalsın. Bəzən insanlar var, hər şeyə sahibdirlər. Dünya nemətlərin hamısına sahibdirlər. Lakin qəlbi rahat deyil. Niyə görə? Çünki qəlbi Allah Azze və Cəllənin zikrindən xalidir. Allah Azze və Cəlləni zikr etmir deyə qəlbində daima boşluq, qəlbində daima narahatlıq hiss edir. Həmçinin əziz müsəlmanlar, xütbənin əvvəlində dediyimiz kimi salih insanlarla, xeyr əhli ilə oturub durmaq qəlbin müalicəsi üçün əsas səbəblərdəndir. Yaxşı insanlar səni daima xeyrə yönəldən, sənə daima Rəbbini tanıdan, Rəbbini xatırladan insanlarla insanın oturub durmasıdır. Həmçinin əziz müsəlmanlar, qəlbi müalicə edən, qəlbin sərtliyini müalicə edən səbəblərdən biri də insanın Allah Azze və Cəllənin ad və sifətlərini öyrənib, onları tədəbbür etməsidir, onları düşünməsidir. Çünki sən Allah Azze və Cəllənin adlarından Əs-Səmi adını öyrəndiyin zaman bilirsən ki, Allah Azze və Cəllə hər bir şeyi eşidir, hər bir şeyi ağzından çıxan hər bir kəlməni Allah Azze və Cəllə eşidir. O zaman dilinə sahib olursan. Allah Azze və Cəllənin qəzəbinə gələcək heç bir kəlməni söyləməyirsən. Allah Azze və Cəllənin Əl-Basir adını bildikdə, hər şeyi görən adını bildikdə, Allah Azze və Cəllənin xoşuna getməyən, onun yasaq etdiyi heç bir əmələ addım atmayacaqsan. Allah Azze və Cəllənin Əl-Alim adını bildikdə bilirsən ki, Rəbbin hər bir şeyi bilir. Heç nə ona gizli deyil. O zaman
Allah azza və qəlbində belə, qəlb xəstəliklərini belə müalicə etməyə çalışacaqsan, kiməsə qarşı kin, küdurət bəsləməyəcəksən, kiməsə qarşı paxıllıq etməyəcəksən. Çünki Allah təala buyurur ki: "Ya'lemu xainətel a'yuni və ma tuxfis sudur." O Allah gözlərin xəyanətini və qəlblərin nə gizlətdiyini bilir. Və bu Allah azza və cəllənin digər ad və sifətlərini öyrənmək sənə bu şəkildə fayda verir. Allah azza və cəllənin Ər-Razzaq adını bilsən, bilirsən ki, Allah azza və cəllə ruzi verəndir. Heç zaman ruziyə görə narahatlıq çəkməyəcəksən, səbəblərdən tutacaqsan və biləcəksən ki, ruzini yetirən Allah azza və cəllədir. Və Allah azza və cəllənin Ət-Təvvəb adını biləndə tövbəyə tələsəcəksən. Allah azza və cəllədən bağışlanma diləyəcəksən. Baxın, Allah azza və cəllənin adlarını bilmək insanı yalnız salih əməllərə, xeyir əməllərə yönəldir. Həmçinin, əziz müsəlmanlar, qəlbləri müalicə etmə yollarından biri də müsəlman qardaşlarının, müsəlmanların haqlarında diqqətli olmasıdır. Çünki qəlbin sərtliyinin səbəblərindən insan haqlarında səhlənkarlıq etməsi, zülm etməsidir, ailəsinə, övladlarına zülmüdür, insanın dostlarına etdiyi zülmdür, onlara söylediyi yalandır, insanların malını, pulunu yeməkdir, insanları aldatmaqdır, onların qeybətini etməkdir, nəmmamlıq etməkdir. Bunlar hamısı qəlbi sərtləşdirir və insan da, əziz müsəlmanlar, haqları bildiyi zaman, insanların haqqını bildiyi zaman qəlbini bu cür xəstəliklərdən qorumuş olur. Həmçinin, əziz müsəlmanlar, qəlbləri yumşaldan ən əsas səbəblərdən biri də insanın ölümü tez-tez xatırlamasıdır. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, ləzzətləri parça-parça edən ölümü tez-tez xatırlayın, onu çoxlu xatırlayın və heç zaman dünyanı əbədi tutacaq şəkildə yaşama, daima ölümü xatırla. Bil ki, ölüm sənə hər bir anında sənə yetişə bilər. Bu o demək deyil ki, insan hüzün içində yaşamalıdır. Xeyr, bu o deməkdir ki, ölümü xatırlamaq nə deməkdir bilirsinizmi? Bir günah etmək istədin, həmən ölümü xatırla. Yaxşı, Rəbbim məndən razı qalarmı? Mən bu günahı etdiyim anda ölərəmsə, Rəbbim məndən razı qalacaqmı? Bir haram söz söyləmək istədikdə ölümü xatırla. Bu kəlməni söyləyib ardınca ölərəmsə, Rəbbim məndən razı qalacaqmı? Bir haram yerə getmək istəyirsən, bir haram məclisə getmək istəyirsən, addım atmazdan öncə ölümü xatırla ki, mən o məclisdə ölərəm. Allah azza və cəllə məndən razı qalacaqmı? Ölümü xatırlamaq budur. Sahabələr daima xatırlayardı. Osman radiyallahu anhudan gəlir ki, Osman radiyallahu anhu məzarlığa gedəndə, qəbirləri görəndə ağlayardı ta bayılana qədər və ona dedikdə, soruşduqda deyərdi ki, İnsanın qiyaməti buradan başlayır. Onlar ölümdən bu şəkildə qorxardı. İnsan hər bir halında qorxmalıdır. Çünki ölüm insanların yaşına baxmır. Ölümdə belə bir tərtibat yoxdur ki, insan filan yaşdan sonra öləcək. Ölüm qəflətən gələn bir Allah azza və cəllənin bir çağrıcısıdır. Ona İnsan hər bir halında cavab verməyə hazır olmalıdır. Hər bir saniyəsində, hər bir dəqiqəsində hazır olmalıdır. İnsan daima ölümü xatırlayarsa, o onun qəlbini yumşaldar. Qəlbin sərtləşməsin. Cənazələrə getdikdə ölümü xatırlayırsan, oradan qafillər kimi dönmə. Qəflətdə olanlar kimi dönmə və yaxud ölümü xatırlamaq üçün kiminsə vəfat etməyini gözləmə. Ona görə də şəriətimiz qəbirləri ziyarət etməyi bizə buyurur. Rasulullah sallallahu aleyhi və səlləm hədisində buyurur ki, mən sizə qəbirləri ziyarət etməyi qadağan etmişdim. İndi qəbirləri ziyarət edin. Çünki o sizə ölümü xatırladır. Baxın, insan şərt deyil ki, qəbirstanlığa yalnız cənazə olandan olana getsin. İnsan qəbirstanlığa qəlbində sərtlik hiss edərsə, qəlbində daşlaşma hiss edərsə, məzarlığı ziyarət etsin. Onların hallarını ziyarət etsin. Orada görsün ki, insanlar orada tək, acizcəsinə Rəblərinin huzurunda hesab verirlər. O insan üçün ən böyük moizədir, ən böyük xatırlamadır. Təsəvvür elə, dünyada hər bir şeyə sahibsən, böyük evlərə, maşınlara, var dövlətə, hər bir şeyə sahibsən. Lakin öldüyün zaman onların heç biri səninlə qəbrinə girmir. Səninlə qəbrə girən yalnız sənin salih əməllərindir. Etdiyin, bu dünyada qoyub getdiyin xeyrxalq əməllərindir. Dünyadan heç bir şey apara bilmirsən.
Ona görə onun üçün xatırla, onun xatırla, o günü xatırla. Baxın, ölümü xatırlamağın insana olan faydasıdır. Allah Azze və Cəllədən istəyirəm ki, Allah Azze və Cəllə bizim qəlblərimizi onun itayəti üçün yumuşalan qəlblərdən eyləsin. Allah Azze və Cəllədən istəyirəm ki, bizim qəlblərimizi haqq üzərində sabit etsin. Allah Azze və Cəllədən istəyirəm ki, bizim qəlblərimizi sərtləşməkdən, daşlaşmaqdan qorusun. Allah Azze və Cəllədən istəyirəm ki, Allah Azze və Cəllə bizləri haqqı söyləyib, onu yayan qollarından eyləsin. Allah Azze və Cəllədən istəyirəm ki, Allah Azze və Cəllə xəstə müsəlmanlara şəfa versin, vəfat etmiş müsəlmanlara rəhmət eləsin. Allah Azze və Cəllədən istəyirəm ki, Allah Azze və Cəllə millətimizə, xalqımıza hidayət versin. Onların qəlbini iman nuru üçün açsın. Aqulu hadzal qawl və estəğfirullah li və lakum min kulli zəmb fəstəğfiruh innəhu vəl-ğafurur rahim.